Составьте текст. Mətn düzəltməmiz lazımdır. Mətnimiz 5-ci variantımıza başlayır. Музей Мадам Тюссо в Лондоне является самым большим известным в mire muzeyem восковых figür. Madam Tussauds, Londonda yerləşən Madam Tussauds muzeyi dünyaca ən məşhur музейlərdən biridir. На сегодняшний день в Лондонском музее находится около 1000 восковых eksponatov razных epox. Hal-hazırki dövrdə London muzeyində 1000-ə yaxın müxtəlif epoxalara, müxtəlif mərhələlərə aid olan eksponatlar vardır. Музей имеет свои филиалы во многих крупных городах мира, таких как Нью-Йорк, Амстердам, Копенгаген, Şanxay, Berlin, Vena. Muzey adları çəkilən şəhərlərdə filialları vardır. Несмотря на то, что филиалы музея открыты по всему миру, главный музей самой большой коллекции до сих пор остается в London'e. Baxmayaraq ki, bir çox şəhərlərdə filialları vardır muzeyin, lakin əsas olaraq ən böyük kolleksiyaya malik olan muzey Londondadır. Люди со всего мира съезжаются сюда, чтобы оценить скульптуры уникальной достопримечательности в Великобритании və bütün dünyadan gələn insanlar buradakı heykəllərə baxmağa gəlirlər.